Salam şagirdlər, bu gün sizlərlə 28 dekabr 2025-ci il Turan Tədris Mərkəzində keçirilən sınaq imtahanının izahına baxırıq. 10-cu sinif 1-ci qrupa aid olan sınaq izahıdır. Deməli, ilk sualımız kök 17 çıx 14 ədədinin kəsr hissəsini tapın. Bu tipli suallarda biz kök 17-yə təqribi qiymət veririk. Təqribən olsun 4,1. 4,1-dən 14 çıxsaq. Deməli, cavabımız eləyər mənfi 9,9. İndi bu mənfi 9,9 ədədinin tam hissəsini nəşədir? Mənə tam hissə lazımdır. Mənfi 9,9-un tam hissəsi olur mənfi 10. Özündən böyük olmayan ən böyük tam ədəd. İndi burada biz bu ədəddən özünün tam hissəsini çıxartsaq əgər, nəyə alarıq? Kəsr hissəni. Yazıram. Kök 17 minus 14 çıxılsın mənfi 10. Buradakı 2 mənfi nə elədi? Müsbət. Bu oldu cavabımız kök 17. Mənfi 14-ün üzərinə 10 gələndə mənfi 4. Cavabımız kök 17 minus 4. A bəndi. Keçid edirik ikinci suala. İkinci sualda nə deyir? İkinci sualda bizə. Deməli, A çıxılsın. Bu ifadə bərabərdir bu ifadəyə. Bərabərliyin əsasən A çox ədədinin əmsalları cəmini tapın. Əvvəlcə gəl bu ifadəni sağ tərəfə ataq. Elə mötərizə qarışıq sağ tərəfə atsam. Burada mötərizənin işarəsi mənfidirsə sağ tərəfdə müsbət olacaq. Yəni A bərabərdir 5m kvadratı üstə gəl n kvadratı plus m kvadratı plus 2mn. İndi buradan olur 5m kvadratı mötərizə olduğu kimi açılır. Qarşıdakı mənfiyə görə mötərizələri itirdim. 5m kvadratının üstünə 1m kvadratı gəldim. Elədi 6m kvadratı. Üstə gəl 2mn, üstə gəl n kvadratı. Burada uşaqlar, deməli, əmsallarımız 6-dır, müsbət 2-dir, bir də qarşıda əmsal yoxdursa, əmsal 1-ə bərabər olur. 6, müsbət 2, müsbət 1 topladıq. Doğru cavab D bəndi 9. Keçid elədik növbəti suala. 26 ədədini 2, 3 və 4 ədədləri ilə tərs mütənasib hissələrə bölünüb. Bu ədədlərin kiçiyini tapın. Necə olur tərs mütənasib hissələrə bölünmə? Verilən ədədlərin tərsləri ilə düz mütənasib hissələrə bölürük. Bu tipli suallarda mən rahat olsun deyə məxrəcləri əvvəlcə ortaq məxrəcə gətirirəm. 12-yə gətirmək üçün vurdum 6-ya. 12-yə gətirmək üçün vurdum 4-ə. 12-yə gətirmək üçün vurdum 3-ə. Məxrəclərə indirsə, məxrəclərin üstündən xətt çəkirik. Sürətlərlə mütənasib hissələrə bölürük. Yəni birinci ədədimiz 6K, ikinci ədədimiz 4K, üçüncü ədədimiz isə olacaq 3K. Bunların cəmi 26-ya bərabər olmalıdır. Buradan alınır ki 13K bərabərdir 26-dan. K'mızın qiyməti nəyə bərabər oldu? 2-yə. Kiçiyini tapın. İndi kiçik ədədimiz neçədir uşaqlar? 3K'da da düzdürmü? Burada K'nın yerinə 2 yazsaq, 3 vuru 2-dən doğru cavabımız oldu 6. Yəni C bəndi. Keçid elədik digər suala. Digər sualda nə deyir? Deyir ki, ABCD kvadratının tərəfi 4 cm. Tərəf 4 cm isə bu kvadratda. Bir balaca kvadratlıq hissəyə neçə vahid qalır? 1 vahid. 16 bərabər kvadrata bölünmüşdür. Şəklə əsasən tangens YAD, yəni bura alfa desəm, tangens alfa, üstə gəl tangens ADY, burada beta deyək. Tangens beta soruşulur bizdən. Tangens alfanı. Necə tapa bilərik biz buradan tangens alfanı? Bu düz bucaqlı üç bucağa baxsaq. Tangens nəyin nəyə olan nisbətidir? Qarşı katetin hipotenusa. Deməli, qarşı katetimizdə 3 vahiddir, bitişiyimizdə 3 vahid. 3 bölü 3-dən burası oldu 1. Üstə gəl tangens beta. Beta bucağının qarşısındakı katet. Bu üç bucağa baxırıq hansı ki. Qarşısındakı katet 3 vahiddir, bitişik katet 1 vahid. 3 bölü 1. 3 bölü 3 elədi 1. 3 bölü 1 də elədi 3. Topladıq. Doğru cavabımız A bəndi 4 olmuş oldu. Keçid edirik indi 5-ci suala. 5-ci sualda. M üstü mənfi 2 çıx N üstü mənfi 2 yazılıb uşaqlar. Biz bunu belə yaza bilərik də. M üzəri mənfi 1-in kvadratı çıx N üzəri mənfi 1-in kvadratı kimi. Məxrəcdəki ifadəni bəs nə edə bilərik? M üstü mənfi 2-ni M üstü mənfi 1-in kvadratı çıx 2M üstü mənfi 1 N üstü mənfi 1 M üstü mənfi 1 vur N üstü mənfi 1 üstə gəl N üstü mənfi 2-ni də N üstü mənfi 1-in kvadratı şəklində yazdıq. Şöyle diqqətlə baxsaq, sürətdə kvadratlar fərqinin açılışıdır. Yəni M üstü mənfi 1 çıx N üstü mənfi 1 vurulsun bir dəfə də M üstü mənfi 1 topla N üstü mənfi 1. Məxrəcdə isə M üstü mənfi 1 çıx N üstü mənfi 1-in kvadratı.
m üstü mənfi 1 çıx n üstü mənfi 1-in mötərizəsinin kvadratı. Deməli, burada bu kvadratla bu mötərizə getdi. Deməli, sürətdə m üstü mənfi 1 topla n üstü mənfi 1. M üstü mənfi 1 də 1 böl m deməkdir. 1 böl m topla 1 böl n. Məxrəcdə isə 1 böl m çıxılsın 1 bölü n alındı. Ortaq məxrəci gətirsək sürətdəki ifadələri. M n-də m topla n olur. Məxrəcdəki ifadələri ortaq məxrəci gətirsək. M n-də n çıxılsın m olur. Çünki bunu n-ə vurmuşam. Bax. Buradan m n-lər getdi. Məxrəclər, sürətin məxrəci ilə məxrəcin məxrəci eyni anda ixtisar getdi. Sürətdə m topla n qaldı. Məxrəcdə isə n çıx m. Hansı variantdadır? N topla m, n çıx m. Doğru cavabımız oldu A bəndi. Keçid edirik indi 6 nömrəli suala. Deməli, 6 nömrəli sualda həndəsənin nəsil anlayışları bölməsinə aid olan bir sualdır. AF ilə DY paraleldir. Hanı AF? AF budur. DY həmçinin BC-dir. Bunlara paraleldir deyir. BD şüası ABC-ni təmbüləndir. Budur BD şüası. ABC bucağı da budur. Buradakı bucaq. Bunu təmbüləndir. Yəni buradakı bucağa alfa desək, burada nə olacaq o zaman? Alfa. İnşallah burada bir Z xassəsi var. Yəni daxili çarpaz bucaqlar bərabəri. Bura 40-dırsa, burada neçə dərəcə oldu? 40. 40 üstə gəl 2 alfanın 180 eləməsi üçün. 2 alfa 140-a bərabər olur. O zaman da 1 alfamız olur 70 dərəcə. Bizdən də BDY bucağını istəyir. Yəni 70-in daxili bir tərəfli bucağını. 70-in daxili bir tərəfli bucağı da 180-dan 70-i çıxdıq 110 dərəcə. Doğru cavabımız oldu D bəndi. Keçid edirik növbəti suala. Demiş 2 modul ifadənin cəmi 0-dırsa, həm bu modul 0 olmalıdır, həm də digəri. Buradan 3 çıx x bərabərdir 0-dan. X bərabər 3 olaraq tapdıq. 6y çıx 24 bərabərdir 0-dan. 6y 24, y-də neçə qaldı buradan? 4. Bunları da bir-birinə vurmalıyıq. 3 vur 4-dən cavabımız A bəndi oldu 12. 8-ci suala baxırıq. 150 dərəcəyə bərabər olan AOB bucağının tərəfləri arasından çəkək burada. AOB bucağı olsun. 150 dərəcədir ümumilikdə dərəcə ölçüsü. Keçən OC şüası AOC və COB bucaqlarının dərəcə ölçüləri AOC-yə neçə K deyəsik? 3K. COB-yə də 2K. Yəni cəmi də 5K elədir. 5K neçə dərəcəyə bərabərdir? Bizim bucağımızın dərəcə ölçüsünə, yəni 150-yə. K-mız buradan 30 dərəcə olaraq tapıldı. 2 vur 30-dan COB 60. AOC də 90 dərəcə olaraq tapıldı. 90-a 60. Hansı variant? C bəndi. Keçid edirik indi 9 nömrəli suala. Nə verildi burada? X-in kvadratı çıx 9x üstə gəl 14 bölünsün x kvadratı minus a bərabərdir x minus b bölünsün x topla 7. Bərabərliyinə əsasən a vur b hasilini tapın. İndi uşaqlar, bu necə vuruqlarını ayırlar sürətdəki ifadə? X cəmi 9 hasili 14. 7 ilə 2-dir. Onda burada əksləri yazılır. X minus 7-yə x minus 2 şəklində. X kvadratı minus a-nı da a-nın yerinə kök a-nın kvadratı yazsam. X minus kök a-ya x plus kök a olacaq. Şöyle diqqətlə baxın. Burada x plus 7-dirsə, burada deməli minuslu olanı götürmürük, pluslu olanı götürürük. Deməli bu hissə 7-yə bərabər olmalıdır. Bu hissə 7-yə. Onda a-nın yerində neçə durmalıdır? Kök a 7-yə bərabərdirsə, a-mız buradan hər tərəfi kvadratda yüksəltsək neçə oldu? 49. Deməli bildik ki, a-mız 49-dur. Məxrəc deməli bu şəkildə vuruqlarına ayrıldı. X minus 7-yə x plus 7. İndi sürətdəki x minus 7 ilə məxrəcdəki x minus 7 ixtisar getdi. Sürətdə qaldı x minus 2. Bu x minus 2-miz də buradakı x minus b-yə bərabər. Yazıram. X minus 2 bərabərdir x minus b. Hər tərəfdən x-lar getdi. Mənfi b, mənfi 2-dən b-miz müsbət 2, a-mızda 49 olaraq tapmışdıq. Hasilini istəyir. Hasili y bəndi 98-ə bərabər olmuş oldu. İndi məhlula aid bir sual. Deməli, nə deyir burada? Məhluldakı duzun miqdarını 20% azaldıb, suyun miqdarını 50% artırdıqdan sonra məhlulun miqdarı dəyişilmədi. Uşaqlar, məhlul nəyə bərabər idi? Duzla suyun cəmini. Bilirik mi nə qədər duz, nə qədər su var? Aşağı hissəyə duz yazın, yuxarı hissəyə də su yazın. Kütlələrini yazasıyam sadəcə. Deməli, 50%, 20% azaldasa, gəl belə gedək də. Bura 10x deyək. 10x duzun miqdarı olsun. 10y-də nəyin miqdarı olsun? Suyun miqdarı. Məhluldakı duzun miqdarını 20% azaltdıq.
10x-i 20% azaldanda onun neçə faizi qalır uşaqlar? 80%. 10x-in 80%-də edir neçə x? 8x. Suyun miqdarını 50% artırırıq. 10y-in üzərinə 10y-in 50%-ni əlavə edirik. 15y. Bu zaman məhlulun miqdarı, yəni kütləsi dəyişmədi. Deməli, buradan anlayacağımız odur ki, 10x-la 10y-in cəmi bərabər olmalıdır 8x-la 15y-in cəminə. Buradan 8x sola, 10y sağa keçərsə, 10x-dan bu 8x çıxıldı. 2x bərabərdir 5y-ə. Onda x-imiz olur 5k. Y-də bərabər olur neçə k-ya? Buradan. Y-imiz x-in əmsalının k misli 2k. İndi məhlul əvvəlcə neçə faiz idi? Əvvəlki məhlula gedək. 10y su idi. Onu 2k-ya vurdum. Deməli 20k su var məhlulda. 10x da duz idi. Onu 5k-ya vurdum. 50k-da duz var. Məhlulun ümumi kütləsi neçə k oldu? Düz yazdıq da yəqin ki. 10y 10 vur 2k-dan 20k. 10x 10 vur 5k-dan 70k. İndi deyir ki, məhlul əvvəlcə neçə faiz idi? Duzun faizini soruşur. Burada deməli duzun kütləsini 50k-nı bölürəm məhlulun kütləsinə 70k-ya, vururam 100-ə. Sıfırlar getdi, k-lar getdi. Bu 70-in sıfırı ilə 100-ün sıfırı getdi. 500 bölü 7. 500-də 7-yə bölsək uşaqlar, 500-ün içərisində 7. 70, 490 elədi. 71. 71 tam 7-də 3%. Var mı belə bir şey? Var. A bəndi doğru cavab. Keçid edirik 11 nömrəli suala. Ədədlərinin hasilinin tərtibi ilə qiymətli hissənin hasilini tapın. Bunları bir-birinə vururuq. 1,5-i 1,2-yə vuranda. 15 vur 12, 180. 1,8, %80 da yazarıq. Bu sıfırı atdıq buradan. 10 üstü 8-i də 10 üstü 4-ə vuranda elədi 10 üstü 12. Yəni bizim ədədimiz oldu 1,8 vurulsun 10 üstü 12. Qiymətli hissə ilə tərtibi ilə qiymətli hissənin hasili. Deməli 1,8-i vurmalıyıq nəyə? 12-yə. Bu da 10-da 18 kimi yazaram. Vurulsun 12. 18-i 12-yə vurduq. 216 mı elədi? 216 elədi. Ona bölsək 21,6. Doğru cavab D bəndi. Keçid elədik növbəti suala. Səbətdəki almaları qablara 4-4-də yığmaq olur. 6-6-da 8-8-də yığdıqda hər dəfə 3 alma artıq qalır. Hə, deməli həm 4-ə böldükdə qalığı 3 verməlidir, həm 6-ya böldükdə qalığı 3 verməlidir, həm də 8-ə böldükdə. Səbətdə ən az neçə alma var deyirsə, burada bunları əkop tapasıyıq bu 3-ə də, yəni 4-ə, 6-ya, 8-ə. Üzərinə də bu qalıq olan 3-ü əlavə eləyəsinik ən az olması üçün. 4-ün sadə vuruqları 2 üstü 2, 6-nın sadə vuruqları 2 üstü 1 vur 3 üstü 1, 8-in sadə vuruqları 2 üstü 3. Burada 3-dən neçə dənə var? 0. Burada da 3-dən 0 dənə var. İndi nə edirik? Müxtəlif sadə vuruqlardan əkobda qüvvəti böyük olanı götürürük. 2-dən 3 dənə, 3-dən 1 dənə. 2 üstü 3, 8, 3 üstü 1 də 3. 8 3-ə vurduq 24. Şöyle əgər 24 dənə olsaydı, 4-4-də, 6-6-da, 8-8-də yığdıqda artıq alma qalmırdı. Buna görə o artıq qalan almaları bu 24-ün üstünə əlavə edirik. Doğru cavabımız oldu D bəndi. Yəni 27. A çox həddisinin qüvvəti 8. A-nı biz belə yaza bilərik də, x üstü neçə kimi? 8 kimi. B çox həddisinin qüvvəti 3. B bərabər olsun x üstü nəyə? 3-ə. A topla B-nin kvadratı çox həddisinin qüvvəti. Yəni x üstü 8 topla x üstü 3-ün kvadratı nəyə bərabər olur? X üstü 8-in kvadratı. Yəni x üstü 16 üstə gəl. Birinci ilə ikincinin hasilinin 2 misli. 2 vur x üstü 11. Üstə gəl x üstü 3-ün kvadratı x üstü 6. Çox həddisinin qüvvətini tapın. Çox həddinin qüvvəti bunda iştirak edən bir həddlərdən qüvvəti ən böyük olanın qüvvətinə bərabər olurdu. Yəni cavabımız oldu 16. D bəndi. Keçid elədik növbəti suala. Növbəti sualımız 14 nömrəli sualdır. Nə deyir? 21-də 13 ədədinin sürət və məxrəcinə hansı ədədi əlavə etmək lazımdır ki? Deməli, həm sürətə əlavə edəcəm, həm də məxrəcə. Ədədimiz də olsun x. X əlavə etdik bərabərdir 13-də neçəyə? 9-a. Çarpaz da vurub gedə bilərik. Çarpaz vururuq, buradan tənasübü həll edirik. X tapırıq. Və yaxud uşaqlar, 13-ün qatı olmalı da burada. 26-ya gətirə bilərəm də 2 qatı. 5 əlavə etsəm görəsən alınarmı? Burada 5 əlavə etməliyəm.
5 əlavə eləyəndə 26, 5 əlavə eləyəndə 18. İxtisar getdi. Həqiqətən də gördüyünüz kimi nə oldu? Bərabər. Deməli, neçə əlavə etməliyəm? 5. Keçirik növbəti suala. Yəni 15 nömrəli sual. Nə deyir bu 15 nömrəli sualda bizə? Deyir, bərabər yanlı üçbucağın yan tərəfinə paralel olan orta xətti 8. Bura bir bərabər yanlı üçbucaq çəkək. Yan tərəfə paralel olan orta xətt. Bax, bu orta xətt. Yəni yan tərəflərin orta nöqtələrini birləşdirdi, hansı ki deməli, nəyə bərabərdir? Bu 8-ə. Bu 8 sonda yan tərəfimiz neçə olur? 16. Onda bu yan tərəfdə 16 olmalıdır. Çünki bunlar bir-birinə nə olur? Bərabər. Perimetrdə deyir 47-dir. 16 ilə 16-nı topladım. 32. 47-dən çıxarsam oturacağa da 15 düşdü. Oturacağını tapın 15. Doğru cavab C bəndi. İndi bizim əlimizdə var belə bir ifadə. M-də 9 topla, N-də 9 6 olarsa M vur M böl M topla M tapın deyir. Necə tapa bilərik? Gəl bunları ortaq məxrəcə gətirək. Birincini vururam N-ə. M-də 9M üstəgəl M-də 9M. Bunların cəmi. M-də 9 vurulsun N topla M eləyir. Nə elədim burada? 9-u mötərizə xaricində çıxardım. Bərabərdir 6. İndi hər tərəfi 9-a bölsək, yəni buranı da 9-a bölürəm, yəni 9-da 1-ə vururam deyək. 9-lar getdi. N topla M bölünsün M-in bərabərdir 3-də 2-yə. Buradakı ifadəsi bizdən istənilən. Bunun tərsidir. Bunun tərsi 2-də 3. 3-ü 2-yə böldük. Doğru cavabımız B bəndi 1,5. Keçid elədik növbəti suala. A 2 ilə mütənasibdir, B də 3 ilə mütənasibdir. Deməli, A-ya 2K, B-yə 3K desək. Əkobları da 60-dır. Onda uşaqlar, ortaq olan əbob və əkobda nə edirik? Önə çıxarda bilirik. Yəni olur K vurulsun. Əkob 2, 3 bərabərdir 60-a. Alırıq K vurulsun. 2 ilə 3-ün əkobu 6 bərabərdir 60-dan. K-mız nəyə bərabər oldu? 10-a. Birinci ədədimiz 2K. 2 vur 10-dan 20. İkinci ədədimiz 3K 30. Bunların cəmini istəyir. Cəmi də D bəndi elədi 50. İki bərabərliyindən A vur B hasilini tap. Əvvəlcə bunu vuraxacaq. 5-i x-a vuranda 5x-in kvadratı. 5-i mənfi 2-yə vuranda mənfi 10x. 1-i x-a vuranda müsbət 1x. 1-i mənfi 2-yə vuranda mənfi 2. Standart şəklə gətirsən 5x kvadratı, çıx 10x topla 1x, çıx 9x, çıx 2. Bizə verilən ifadə sol tərəf bu şəkildədir. 5x-in kvadratı. Üstə gəl ax, çıx b. İndi uşaqlar, buradan A-mız nəyə bərabər olur gördüyünüz kimi? Mənfi 9-a. Mənfi B mənfi 2-dirsə, onda B hansı 2-yə bərabər olur buradan? Müsbət 2-yə. Deməli, A bərabərdir mənfi 9, B bərabərdir müsbət 2. Hasilini istəyir. Hasili də mənfi 18 oldu. Digər suala keçid edirik. 2-nin üzərində A kvadratı çıx B kvadratı. 32 olarsa A kvadratı topla B kvadratını tapın. Şöyle 2 üstün neçə? 32 eləyər 5. Deməli, A kvadratı çıx B kvadratı bərabərdir nəyə? 5-ə. Bunda vuruqlarını ayırsaq. A çıx B-yə, A topla B bərabərdir 5. Gördüyünüz kimi 5 sadə ədəddir. A və B-də naturaldırsa, onda bu vuruqlardan birisi mütləqdir ki 1 olacaq, yəni kiçik olan. Böyük olan da 5 olacaq. Yazıram. A çıx B bərabərdir 1-ə, A topla B bərabərdir 5-ə. Bu sistemi tərəf-tərəfə toplasaq. 2A6-dan A-mız 3. O zaman B'miz də 2-yə bərabər oldu. Kvadratları cəmini istəyir. 3-ün kvadratı üstə gəl 2-nin kvadratı. Yəni 9 topla 4-dən doğru cavab 13. D bəndi. Keçid edirik növbəti suala. Deyir ki, bu kvadrat üçədlinin ən kiçik qiymətini tapın. Şurada bu parabolik bir ifadədir. Parabolik ifadənin ən kiçik qiyməti. Ya bunu tam kvadrata ayıra bilərik. X-in kvadratı üstə gəl 10x. Üstə gəl nə əlavə etsəm tam kvadrat olar. Necə tapırdıq bunu? Orta həddi 2-yə bölürdük, bir də birincinin kvadrat kökünə bölürdük. X kvadratından x çıxdı. 10x-i 2x-a böləndə elədi 5. Deməli, bura 5-in kvadratını əlavə etməliyəm. 25. Üstünə də 29 olmaq üçün neçə əlavə edirik? 4. Deməli, bu ifadə x topla 5-in kvadratı üstə gəl 4-üymüş. Bir ədədin kvadratının ala biləcəyi ən kiçik qiymət. X-a mənfi 5 dedikdə 0 gəlir buradan. 0-ın kvadratı 0. Üstə gəl 4-dən. Ən kiçik qiymətimiz 4. Və yaxud da bunun düsturu var. Parabolanın təpə nöqtəsinin ordinatı n bərabər idi mənfi diskriminant bölünsün 4a-ya. Buradan diskriminantı tapırıq. Onun kvadratı çıx 4 vur 29. Onun kvadratı 100 eləyir. 100. Çıx 4-ü də 29-a vuranda 116 eləyir.
Buraya elədim -16. Məxrəcdə də diskriminantımız -16, bunun əksi. Əksi nə olur -16-nın? Müsbət 16. Bölünsün 4A. Baş əmsalımızda 1-dir. 4-ü 1-ə vurduq 4. 16-nı 4-ə böldük. Gördüyünüz kimi cavab yenə 4 gəlmiş oldu. Davam edirik. Deməli, digər sualımıza baxırıq. 21 nömrəli sualdır. Deyir ki, AB 12, BC 9, AC buradan bura qədər 7. Bu da tən böləndirsə. Əgər tən bölən çəkilibsə, bu A-nın B-yə nisbəti M-in N-ə nisbətinə bərabər olmalıdır. 12-nin 9-a nisbəti hansı nisbətdədir? 4-ün 3-ə. Deməli, AD-mizə 4K düşür, DC-mizə də 3K düşür. Cəmi 7K bərabərdir 7-dən, K bərabərdir 1. DC-ni istəyir. DC 3K. 3 dəfə 1-dən cavab 3. Y bəndi. Baxırıq indi 22 nömrəli suala. Əkin yerini 5 eyni güclü traktor 24 günə. 5 eyni güclü traktor, 5 traktor 24 günə şumlayırsa, bu traktorla eyni gücə malik 12 traktor neçə günə şumlayır? 12 traktorda x günə. Biz əvvəla burada bilməliyik asılılıq necə asılılıq? Tərsdir yoxsa düzdür? Aha. Deməli, traktor işçi qüvvəsi artanda zaman neyini əstəmmişə sərf olunan zaman azalasıdır. Onda necə vururuq? Tərs asılılıqdır düzünə, qarşı-qarşıya. Yəni 5 vur 24 bərabərdir 12 vur x-a. Hər tərəfdən 12 ilə 24 ixtisar etsən 1, 2, x bərabər 5 vur 2-dən 10. Doğru cavab C bəndi. Baxırıq indi 23 nömrəli suala. 45 vur 21 ədədinin natural bölənlərindən neçəsi sadə ədəddir? Natural bölənlərindən neçəsi sadə ədəddir? İndi natural bölənlərdə sadə olanlar, müxtəlif sadə vuruqlar elə bunun sadə bölənləridir. Elə müxtəlif sadə vuruqların sayını tapmalıyıq. 45-də 9 vur 5 kimi yazsam, 9 3-ün kvadratı deməkdir. Vur 5, 27-də 3 vur 7. Necə vuruqlarına ayrıldı? 3 üstü 3 vur. 5 üstü 1 vur, 7 üstü 1. Hansı müxtəlif sadə vuruqları görürük? 3-dür, 5-dir, 7-dir. Natural bölənlərindən neçəsi sadə ədəddir? 3-ü. 3, 5 və 7, yəni 3 dənəsi. Sonra keçdilədik digər suala. Bir həlçinin qüvvəti ilə əmsalını hasilini tapın. Uşaqlar, -5z kvadratını kuba yüksəltməliyəm. Mənfinin kubu mənfi edir. 5-in kubu 125, z kvadratının kubu da z üstü 6. Burada qarşıda -5-də 2, vur x kvadratı, vur y kubu. İndi arada da hansı əməl var? Bunların arasında vurma. Mənfini mənfiyə vuranda nə eləyəsin? Müsbət. 5-də 2-ni 125-ə vuranda eləyir 50. X-in kvadratı, y-in kubu, z üstü 6. Bir həlçinin qüvvəti ilə əmsalının hasili. Əmsal 50-dir. Qüvvət də bu dəyişənlərin üstlərinin cəmidir. Toplayanda neçə elədi? 6 ilə 3, 9, üstünə 2 gəldik 11. Hasilini tapın deyir qüvvəti ilə əmsalının. 50-ni 11-ə vururuq. Yəni, doğru cavab 550 olmuş oldu. Keçid edirik indi 25 nömrəli suala. Fermerin deyir arpa əkdiyi sahə, buğda əkdiyi sahənin 5-də 4 hissəsini təşkil edir. Buğda əkdiyi sahəyə 5 qıslıq sahə desəm, buğda. Arpa əkdiyi sahə onda neçə x olacaq? 5-də 4 hissəsi olan 4x. Arpa. Arpa əkilən sahə 60 hektardır bura. Buğda əkilən sahəyə də birinə y hektar deyək də, y hektar. Ha. Burada 4x-lıq sahəyə 4x-lıq yer 60 hektardırsa 5x-lıq yer neçə hektardır? Y hektar. Düz mütənasib asılılıq var. 4-ə 60 qarşı qoyub. Yəni neçə qatıdır? 15. 5-in də 15 qatı 5 vur 15-dən 75 hektar. Deməli, buğda əkilən sahəni istəyir. Neçə hektara buğda əkib? 75 hektara. Sonra keçid edirik digər suala. Üçbucağın hər təpəsindən bir xarici bucaq götürməklə iki xarici bucağının cəmi 260 dərəcədir. Üçbucağın hər təpəsindən bir xarici bucaq. Bura alfa ştrix deyək, burada beta ştrix deyək. Bu ikisinin cəmi 260-dırsa, burada qamma ştrix desək. Onda qamma ştrix nəyə bərabər olacaq? Üçünün cəmi 360 eləməlidir. Bu ikisinin cəmi 260-dır. 260-ı çıxdıq, bura neçə dərəcə qaldı? 100. Bu üç bucağın həmin xarici bucaqlara qonşu olmayan, yəni buradakı daxili bucağını istəyir. 100-ün qonşusu 180-dan çıxartdım 80 dərəcə. Doğru cavab 80. Sonra keçdik. Tərəfləri verilmiş üç bucaq üçün uyğunluğu müəyyən edin. İti bucaqlı, düz bucaqlı, yoxsa kör bucaqlı. Şunlar nə edirik? İki kiçik tərəfin kvadratları cəmini üçüncü tərəfin kvadratı ilə müqayisə edirəm. Əgər iki kiçik tərəfin kvadratları cəmi
Üçüncü tərəfin kvadratına bərabərsə bilirik bu Pifaqor teoremidir. Düzbucaqlı üçbucağa xas olan xassədir. Əgər kiçikdirsə, a kvadratı topla b kvadratı c kvadratından kiçikdirsə, bu olur körbucaqlı. Əgər a kvadratı topla b kvadratı o böyük c tərəfinin kvadratından böyük olarsa, bu da olur iki bucaqlı üçbucaq. İndi gəl yoxlayaq. 5'in kvadratı 25, üstə gəl 12'nin kvadratı 144, 13'ün kvadratı 169. Nədir? Sol tərəflə sağ tərəf bərabər. Bu oldu düzbucaqlı üçbucaq. Deməli a getdi 2'yə. 6'nın kvadratı 36, üstə gəl 6'nın kvadratı 36, 11'in kvadratı 121. Gördüyünüz kimi iki tərəfin, iki kiçik tərəfin kvadratları cəmi üçüncü tərəfin kvadratından kiçik gəlir. Kiçik gəlirsə olurdu nə? Nə demişdik? Körbucaqlı. Deməli b getdi 3'ə. Gəldik 6, 6, 6 kökdəki. Biz bunu görən kimi tanımalıyıq. 45, 45, 93 bucaqda artıq. Bu da düz bucaqlı olur. Yəni 6'nın kvadratı 36, üstə gəl 6'nın kvadratı 36, 6 kökdə 2'nin kvadratı, yəni 36 vur 2, 72. Bax gördüyümüz kimi nə gəldi? Bərabər. Deməli bu da necə üçbucaq oldu? Düz bucaqlı. C də getdi deməli neçəyə? 2'yə. İndi 5, 9, 13. 5'in kvadratı 25, 9'un kvadratı 81, 13'ün kvadratı 169. Bu ikisinin cəmi 169'dan kiçikdir. Deməli bu da oldu körbucaqlı. Sonuncusuna bax, artıq sonuncusu iki bucaqlı gələsidir. 5'in kvadratı, yəni 25 yazmayın bura. Üstə gəl 8'in kvadratı 64, 9'un kvadratı 81. Bunları toplayanda 89 edir, 81'dən böyükdür. Bu da oldu iki bucaqlı. Deməli 1'ə Y bəndi, 2'yə AC bəndi, 3'ə də B və D bəndləri uyğun gəldi. Bu da bizim doğru cavabımız. Keçid edirik. İndi 29, 28, 29, 30. suallara. Nə deyir burada? P'nin hansı müsbət və yaxud da mənfi qiymətində ifadəsinin mənası yoxdur. Uşaqlar bilir ki, mənfi üslü qüvvət bu əsası hansı ki bu buna aiddir, bu mötərizəyə. Məxrəcə düşür. Olur 6 vur. P'nin kvadratı çıxılsın 49. 49 da 7'nin kvadratı. Necə vuruqlarını ayırırlar? P çıx 7'yə, P topla 7 olaraq. İndi nə zaman bir rasional ifadənin mənası olmurdu? Məxrəci sıfıra çevirən qiymətləri dəyişən. P çıx 7 sıfırdırsa, P'nin yerinə 7 yazsaq sıfıra gedir. Yaza bilmərik təbii ki. P topla 7 də sıfır ola bilməz. Yəni P nə müsbət 7 ola bilməz, nə də hansı 7? Mənfi 7. Müsbət 7 və mənfi 7 ola bilməz. Niyə? Məxrəci sıfır elədikləri üçün. Keçid elədik digər suala. Deməli 6 çıx A-da 6 topla A çıx. 6 topla A-da 6 çıx A. İfadəsinin qiymətini tapır. Ortaq məxrəcə gətirək. 6 çıx A. Vur 6 topla, bunları ortaq məxrəc oldu. Bunu 6 topla A-ya vuranda. 6 topla A-nın kvadratı. Çıx. 6 çıx A-ya vuranda burada da 6 çıx A-nın kvadratı oldu. İstəsəz kvadratlar fərqi kimi, 2 kvadratın fərqi kimi də aça bilərik. Elə 2 kvadratın fərqi kimi açaq. Bir dəfə A ilə B-ni toplayırıq. Toplayarkən bu A ilə bu mənfi A gedir, eləyir 12. Vurulsun. Bir dəfə də 6 topla A-dan 6 çıx A-nı çıxardıram. 6 çıx A-nı çıxardıramsa işarələr əksinə dəyişir. Çıx 6 topla A olur. 6'lar gedir. Buradan da 2A. Bölünsün. 36 minus A-nın kvadratı edir məxrəc. Bu A kvadratını da sağ tərəfə atsaq. Görərik ki 6A bərabər 36 minus A kvadratı. Yəni 36 minus A kvadratını yenə gətirib burada 6A yaza bilərik. 12'ni 2A'ya vurduq. 24A bölünsün 6A. A'lar getdi. 24 böl 6'dan cavabımız neçə oldu? 4. Deməli 29'da doğru cavab 4. Gəldik 30'a. Deyir ki AOB bucağında bucaq AOC ilə bucaq COB bərabər olarsa, yəni mən bura alfa desəm, bu bucaqda nə olacaq o zaman? Alfa. İspat edin ki deyir CA ilə, yəni bu parça ilə CB bir-birlərinə bərabərdir. Yaxşı, bura 90 dərəcədirsə, böyrü də neçə dərəcə olur? 90. Burada 90. Özdə düz bucaqlı üç bucaqların iki bucaqlarından bir dənəsi bərabərdirsə, onda artıq bunlar oxşardır demək. Onda buradakı bucağa mən beta desəm, yəni alfa ilə betanın cəmi 90'dırsa, burada da alfa ilə nəyin cəmi 90 deməlidir? Betanın. Bir üç bucağın iki bucağı və yaxud da üç bucağı digər üç bucağın üç bucağına bərabərsə bunlar oxşardır. Amma diqqətlə baxsaq, 2-3 bucaqda da 90'ın qarşısında duran bu O, burada bir D nöqtəsi desəm, OD ortaq olduğuna görə, onda biz deyirik ki bu 2-3 bucaq oxşar olmaqla yanaşı eyni zamanda bir-birlərinə kongruentdir. Deməli, üstdəki 3 bucaqda alfanın qarşısında duran D, K, burada N deyim. DK ilə aşağı 3 bucaqda, kongruent 3 bucaqda alfanın qarşısında duran
dn bir-birlerine ne olur? Beraber. Burada beta'nın karşısında duran OK ile burada beta'nın karşısında duran ON de həmçinin bir-birlerine ne olmuş olur? Beraber. OD de onsuz bilir ki bu iki üçbucağın ortak tərəfidir. Bunlar da bir-birine bərabərdir. OD, OD. Yəni buradan ispat olundu ki, kongruentliyin əlamətinə əsasən bu üçbucaqlar nədir? Kongruentdir və bu zamanda görürük ki, KD ilə DB uzunluqları uyğun bucaqların qarşısında duran uyğun tərəflər olduqlarına görə KD bərabərdir DN-ə. Burada SA yazıblar. İndi S'ni biraz o tərəfdə yazıblar. Mən burada qarışdırdım. Yəni bura C'dir, bura A'dır. Burada nədir? B'dir. Yəni SA ilə SB bərabərdir. Elə burada bu isbata gəldik, çıxdıq. Eyni şey oldu. Yaxşı, sağ olun şagirdlər. Gələn izahlarda görüşənədək. İndi də baxırıq şagirdlər 28-dən 30-a qədər olan situasiya suallarının həllinə. Deməli, situasiya sualımızda bizə nə deyir? Ölçüləri 48 metr, 60 metr, bir də 36 metr olan üçbucaqlı şəklində bağın ətrafında onun sərhədləri boyunca künc nöqtələrdən başlayaraq. Deməli, bu künc nöqtələrinə də nə edəsdir? Bu künc nöqtələri bir-birindən bərabər məsafədə olmaqla ağaclar əkiləsidir. Yəni, buradan da ağac əkilməlidir. Bu hissəyə də, həmçinin bu hissəyə də ağac əkilməlidir. Aha. İndi ilk sualımız belədir ki, 28 nömrəli sual. Ağaclar arasındakı məsafə ən çox neçə metr ola bilər? Şöyle ağaclar arasındakı məsafənin ən çox olması üçün, yəni elə bir ədəd olmalıdır ki, həm 48 bölünsün, həmin ədədə, həm 60 bölünsün, həm də 36 bölünsün. Ən çox neçə ola bilər dediyinə görə, bu 3 ədədin ən böyük ortaq bölənini götürməliyik. 48-in vuruqları 48 bərabərdir neçə vur neçə? 16 vur 3 kimi düşünsək, 16 2 üstü 4 edir. 2 üstü 4 vur 3 üstü 1. Sonra 60'ı neçə vur neçə kimi yazarıq? 4 vur 15 kimi. 2'nin kvadrat deməkdir. 4, 15'də 3 üstü 1 vur 5 üstü 1. 36'nı da 4 vur 9 kimi yazsaq. 2'nin kvadratı vur 3'ün kvadrat dedim. EBOB-da necə olurdu? Ortaq olan sadə vuruqlardan, müxtəlif sadə vuruqlardan qüvvəti kiçik olan götürülürdü. Yəni 2-dən 2 dənə götürüldü. 3-dən də neçə dənə götürüldü? 1 dənə. 2 üstü 2. 4, 3 üstü 1'də 3. 4 vuru 3'dən cavabımız elədi neçə? 12. Ağaclar arasındakı məsafə deməli ən çox neçə metr ola bilər? 12 metr. Ən az neçə ağac əkilə bilər? Şöyle, ən az ağac əkilməsi üçün ağaclar arasındakı mümkün məsafəni də ən böyük götürməliyik. Bu tipli suallarda fiqurun perimetrini tapırsınız. 3 bucaq olur, istəyir düz bucaqlı olsun, nə istəyir olsun. Bunun perimetrini tapırıq və bu 12'ye bölürük. 2 ən yaxın ağac arasındakı məsafəyə belə deyək. Deməli, perimetrini tapsaq, nə etməliyəm mən burada? 48'i üzərinə əlavə etməliyəm 60. 60'ın da üzərinə neçə gəlməliyəm? 36. Və bunu da 12'ye bölməliyəm, görək. Ən az neçə ağac əkilə bilər? Deməli, 48 ilə 36'nı topladıq. Neçə elədi? 70, 84. Üstünə 60 gəldik. 144. 144'ü 12'ye böldük. Cavab elədi 12. Deməli, ən az neçə ağac əkilə bilər? 12. Bir ağacın qiyməti 20 manat olarsa, bu ağacların alınmasına ən az neçə manat xərclənir? Deməli, ən az 12 dənə ağaca kəsirik, düzdürmü? Hər ağacla 20 manatdan alsaq, 12'ni nə edirik burada? 20'ye vururuq. 12 vur 2, 24, 0 da əlavə etdik. 240, yəni ən az 240 manat xərclənə bilər bu bağın ətrafına ağaclar əkə bilmək üçün. Yaxşı, sağ olun şagirdlər, gələn sınaq izahlarında görüşənədək.